Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Bugün sizlərlə bərabər 2019-cu ildə blok imtahanına düşmüş trigonometrik tənglərə aid bir neçə sualın izahına baxacaq. Gəlin başlayaq ilk sualdan. Demək, bizə deyir ki, 2 sinus kvadratı x bölü 2 bərabərdir kosinus 2x çıxılsın kosinus x tənliyini həll edin. Şahirdlər, biz sinus kvadratı x-in dərəcə azaltma düsturunu bilsək ki, 1 çıxılsın kosinus 2x bölünsün 2 və buradan bizə yarım arqument, yəni bucağımızın yarısı x bölü 2-nin soruşuna görə onda düsturumuz olur. Sinus kvadratı x bölü 2 bərabərdir 1 çıxılsın kosinus x bölünsün 2. Çarpaz vursam 2 sinus kvadratı x bölü 2 bərabərdir 1 çıxılsın kosinus x-a. Demək, şahirdlər, 2 sinus kvadratı x bölü 2-nin yerinə 1 çıxılsın kosinus x yazsaq burada. Onda olacaq 1 çıxılsın kosinus x bərabərdir kosinus 2x çıxılsın kosinus x. Kosinus x-ımız buradan islah getdi. Yerdə qaldı kosinus 2x bərabərdir 1 tənlik. 2x bərabərdir 1'i alır kosinusumuz 2 pi k'da. X də bərabərdir pi k alınmış olur. Yəni cavabımız oldu pi k y variantı. Keçdik növbəti sual, ikinci suala. Deyir, 1 üstəgəl 2 modul sinus x bərabərdir kosinus 2x tənliyini həll edin. Buradan şahidlər, kosinus 2x-in düsturunu bilsək ki, kosinus 2x-imiz bərabərdir. Sinusun olan düstur var ki, 1 çıxılsın 2 sinus kvadratı x-dir. Gətirib yerinə həmin 1 çıx 2 sinus kvadratı x yazsaq, onda olacaq 1 çıxılsın 2, daha sonra 1 üstəgəl 2 modul sinus x bərabərdir 1 çıxılsın 2 sinus kvadratı x. Birlərimiz islah getdi. Sinus kvadratı x keçirsək sol tərəfə olacaq 2 sinus kvadratı x üstəgəl 2 modul sinus x bərabərdir 0. Modul sinus x-a bir t desək, onda ifadəmiz olacaq 2t'nin kvadratı üstəgəl 2t bərabərdir 0. Buradan 2t'ni ortaq çıxarsaq, yerdə qalır t üstəgəl 1 bərabərdir 0-a. Hasil 0-sa ayrı 0 götürsək, t bərabərdir 0 alınır. T də bərabərdir -1 alınmış olur. Şimdi biz modul sinus x-a t dediyimizə görə modul sinus x bərabərdir -1 yazsaq, bu bilirik ki, olmaz, boş çoxluqdur. Bir dəfə də modul sinus x bərabərdir 0 tənliyini həll edəcək. Buradan da modul sinus x 0-dırsa, onda demək sinus x-imiz 0-a bərabərdir. X də bərabərdir 0-a alırdı pi k'da. Yəni cavabımız oldu pi k y variantı. Keçdik 3-cü sualımıza. Kosinus kvadratı 2x bərabər 1 tənliyinin 0-180 parçasına daxil olan kökləri cəminin dərəcə ölçüsünü tapın deyir. Demək, şahidlər, burada yenə dərəcə azaltmadan da istifadə etmək olar kosinus kvadratı 2x-dan və yaxud da 1 çıxılsın kosinus kvadratı 2x-i sağ tərəfə atsaq, 1 çıxılsın kosinus kvadratı 2x bərabərdir 0 almış olur. Biz bilirik ki, şahidlər, sinus kvadratı 2x ilə kosinus kvadratı 2x-in cəmi bizə verir 1-i. Buradan sinus kvadratı 2x-i tapsam, bərabərdir 1 çıxılsın kosinus kvadratı 2x almış olur. Demək, onda 1 çıxılsın kosinus kvadratı 2x-in yerinə sinus kvadratı 2x yazmaq olar. Onda bu ifadə bizə verir sinus kvadratı 2x bərabərdir 0-a. Kvadrat 0-sa, demək ki, onda sinus 2x-imiz bərabərdir 0 almış olur. Buradan da 2x bərabərdir sinus 0 alırdı pi k'da. X də bərabərdir pi k bölünsün 2-yə. İndi bizdən 0-180 parçasına düşən köklərin cəmini soruşur. İndi bizim aldığımız tənlimiz x bərabərdir pi k bölü 2-dir. İndi biz k-ya qiymət verməklə həmin aralıqları tapaq. Demək ki, k-ya biz 0 versək,
K bərabər 0 olanda onda x-imiz bərabər olmuş olacaq 0-a. Demək ki, 0 dərəcəmiz düşür həmin aralığa. K-ya 1 versək, onda x-imiz bərabərdir pi bölü 2, yəni 90 dərəcə olmuş olur. Demək ki, bu kökdə bizim həllimizdir. K-ya 2 versək, x bərabərdir pi olmuş olur, yəni 180 dərəcə. Bu da həmin parçaya düşür. K-mız 3 olarsa, x-mız 270 dərəcə edir. Bu isə həmin parçanı açdı. Demək ki, bu olmaz. Demək, bizim həllərimiz 0, 90 və 180 dərəcədir. Bunların da cəmi bizə verir 270 dərəcə. Yəni, cavabımız olur 270 dərəcə. Keçdik növbəti sual, 4-cü sualımıza. Kosinus 3x plus 72 bərabərdir mənfi 1 tənliyinin 0,45 intervalındakı həllini tapın deyir. Demək, onda həll etsək 3x üstə gəlinsin 72 dərəcə bərabərdir. Kosinus mənfi 1-i pi üstə gəlinsin 2 pi k-da alır. Yəni 180 dərəcə üstə gəlinsin 360 dərəcə vurulsun k şəklində yaza bilərik. Onda 3x-i tapsaq, 3x bərabərdir. 70-i keçər sağ tərəfə olar 108 dərəcə, üstə gəl 360 dərəcə k. Hər tərəfini 3-ə bölsəm, x bərabərdir 36 dərəcə, üstə gəlinsin 120 dərəcə vurulsun k. Və biz burada k-ya qiymət versək, k bərabərdir 0 olsa, x-imiz bərabər olur 36 dərəcə, üstə gəlsin 120 vurulsun 0. Və buradan da bərabərdir 36 alınmış olur. Demək ki, bizim cavabımız olur 36 dərəcə, yəni Y variantı. Diqqətinizə görə təşəkkür edirəm şahidlər. Belə sualların davamlı gəlməsi üçün kanalımıza abunə olub bəyənməyi unutmayın.